Salam, bax beləyə xoş gəlmisiniz. Mən Xədicə. Bax belə verilişimizin təqdimatında sizlərlə. Bir dənə saxla. Ədəbəsi var. Salam. Bax beləyə xoş gəlmisiniz. Mən Xədicə, verilişimizin təqdimatında sizlərlə bir yerdəyəm. Deməli, əziz izləyicilər, bizim bu kanalı açmaqda məqsədimiz nədir? Bizim bu kanalı açmaqda məqsədimiz sizlərlə birlikdə əylənməkdir. Sizin fikirlərinizə, sizin dünya görünüşünüz, düz danışıram. Bizim bu kanalı açmaqda məqsədimiz sizlərlə birlikdə əylənməkdir. Sizin fikirlərinizə önəm verməkdir. Sizinlə birlikdə irəliləməkdir. Yox, qəşəng danışıram. Biz istəyirik ki, bu bax sizcə verilişimizdə sizlərlə birlikdə həm dəbdən, həm bizim məşhurların həyatından, hər bir şeydən sizlərlə birlikdə danışmaqdır. Xanımlarımız üçün gözəllikdən, gözəlliyin sirlərindən, kim bilirsə onu mənə də deyər və digər bir şeylərdən, hər bir şeydən sizinlə birlikdə danışmaqdır, paylaşmaqdır. Niyə görə xanımlara dəyər verilmir? Kövrəlirəm düşündükcə. Hər gün bu haqda düşünürəm və istəyirəm bu verilişdə sizlə bu haqda danışaq. Bəs sizcə niyə bu belədir? İstədim. Çox sağ olun, bilirəm gözəl sözlər yazacaqsınız. Sizi sevirəm. Tanışdığımıza məmnunam. Ümid eləyirəm ki, sizlə və bütün izləyicilərlə bir yerdə gözəl yolda irəliləyəcəyik.